Bu günlərdə daha bir fərqli dadı gəlin yoxlayaq. Biz adətən öyrəşmişik ki, Oreo'nun peçenya növlərinin dadına baxaq. Bu dəfə isə peçenya deyil də vaflisini tapmışam. Gəlin bir yerdə Oreo'nun vaflisinin dadına baxaq. Görək, bu da Oreo peçenyası kimi dadlıdırmı yoxsa yox. Açmağa çalışırıq. Bu çox nazik və balacadır və ovulur. Baxın bu formadadır. Gəlin dadına baxaq. Ümumi götürdükdə Oreo'nun tam hiss olunur. Sadəcə yəni wow dərəcədə bir tam deyil məncə. Adi kakaolu və şokoladlı vaflilərin tam kimi hiss olunur dadı. Qismən Oreo'nun tamını hardasa hiss etmək mümkündür. Ümumi götürdükdə yəni məncə bu qiymətə bunu almağa dəyməz. Ondansa sadə formada olan vaflini almaq daha məqsəd uyğundur. Oreo peçenyası kimi məncə dadlı deyil. Tərlan belə deyir.